Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, əshabların üzerine olsun. Allah Teala elm məclisimizi xeyli bərəkətli eyləsin. Allah Teala bizlərə hər zaman xeyir işlərə müvəffəq eyləsin. Bir neçə gözəl faydalar oxuyağın inşallah, faydalanığın. Yəni məğrib namazına qədər vaxtımız var. Sualları dərsdən sonra cavablandırarıq, sualları. Sən hazırlamısan telefonu? Budur da, hə? Sualları cavablandırarıq inşallah, bir neçə gözəl faydalar oxuyağın. Allah Teala buyurur Qur'an-ı Kerimdə: وَمَا كَانَ اللّٰهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ. Yəni Allah üçün heç nə aciz edici deyildir. Yəni heç bir şey Allahı aciz qoya bilməz. Həqiqətən də bu ayə çox əzəmətli bir ayədir. Hər zaman müminin bir sıxıntısı, problemi varsa bu ayəni yada salsın. Həqiqətən də möhtəşəm bir ayə. Yəni şəfan, dərdlərin yox olması, arzuların heç biri Allahı aciz qoymaz. Sadəcə Rəbbinə güvən. Bir sıxıntın oldu mu, problemin oldu mu bu ayəni yada sal. Möhtəşəm bir ayə. Baxın, həqiqətən də. وَمَا كَانَ اللّٰهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ. Yəni göylərdə və yerdə heç bir şey Allah'a aciz qoya bilməz. Allah qüdrətlidir. Deməli sənin şəfan, dərdin, sıxıntın, problemin nədir ki Allah Teala'nın dərgahında? Allah ol deyər, olar. Yetər ki sən Rəbbinə güvən. Baxın nədir? Zəruri deyil ki çıxış yolunun addımlarını görəsən. Çünki çıxış yolu Allah sənə gizlincə gətirir. Rəbbin barəsində gözəl zənn et və ona dua ilə yalvar. Baxın, nə gözəl bir fayda. Qəm, qüssə və müsibətlər səni bürüdükdə Rəbbin barəsində gözəl zənn et ki, Allahın mərhəmətinə və gözəl hökmünə daha da inanasan. Çünki çıxış yaxındır və Allahla bir olan Allah onu tək qoymaz. La ilahe illallah. Yəni düşünün, nə deməkdir gözəl zənn? Rəbbim dualarımı qəbul edəcək, Rəbbim məni bu sıxıntıdan xilas edəcək. Baxın nə deyir? Odur ki Allaha qaçın. Sualları dərsdən sonraya saxlayın da, xahiş edirəm. Həqiqətən mən sizin üçün onun tərəfindən açıq-aşkar xəbərdar edənəm. Allah Teala Quran-ı Kərimdə buyurur, Zariyat surəsində buyurur Allah Teala. Peyğəmbərini də buyurur. Odur ki Allaha qaçın. Allaha doğru qaçın. Həqiqətən mən sizi üçün onun tərəfindən açıq-aşkar bir xəbərdaram. Yəni deyir ki, dərdinin zirvəsində olarkən ümidini itirmə. Çünki tezliklə çıxış yolu sənə tərəf gələcək. Sadəcə Rəbbinə güvən və müjdəli xəbərlər gözlə. Baxın, nə gözəl bir fayda. Fənədəhə min təhtihə əllə təhzəni. Məryəm surəsi 24-cü ayə. Ona aşağı tərəfindən səsləndi. Qəm etmə. La ilahe illallah. Bu Məryəm üçün gələn bir təsəlli sözü idi. Yəni heç zaman qəm yemə. Çıxış yolu səni incidən yerdən gələ bilər. Rəbbin haqqında gözəl zənn et, o səni narahat edən hər şeyə kifayətdir. Fadarabna ala azanihim fil kaf. Kaf surəsi 11-ci ayə. Biz mağarada onların qulaqlarına pərdə çəkdik. Yəni yuxuya verdik onları. La ilahe illallah. Kəf əhli Rəbbinə olan gözəl zənni ilə yuxuya getdilər. Və ayıldıqlarında ətrafdakı dünya dəyişmişdi. 309 il sonra Allah onları qaldırdı. Uca Rəbb onlara öz qövmünün ümidsizliyinin şərrini yetirmədi. Qövmü ona şər edə bilmədi. Allah onları qorudu. La ilahe illallah. Rəbbinə güvən. O güclüdür, qüdrətlidir. Həmçin yaşadığın hər gün Allahın sənə bir hədiyyəsidir. Onu gələcəyinlə bağlı narahatlıqla və ya keçmiş əməllərinə görə peşmanlıqla israf etmə. Sadəcə Rəbbin haqqında gözəl zənn eylə. La ilahe illallah. Yaşadığın hər gün Allahdan sənə bir hədiyyədir. Gələcək narahatlığı, gələcək necə olacaq, keçmiş niyə belə oldu, belə şeylə o gündəlik həyatını zayi etmə. Baxın nə deyir alimlərdən birisi İbn Həcər? Allah öz dostlarının, övliyalarının, yəni Allaha iman gətirənlərin çətinliklərdən
qurtuluşunu gecikdirə bilər. Bəzən gecikir qurtuluş. Lakin bu gecikmə bəzən onlara əlavə savab və mükafat qazandırmaq üçündür. Yəni Allah da səni imtahana çəkibsə, bir çətinlik gəlibsə, çətinlik uzanırsa, yenə də ümidli ol. Uzanması özü sənin savabını artırır. Allah dərgahında mükafatını artırır. La ilahe illallah. Baxın, gözəl bir fayda. Hər zaman mömin ümidli olmalıdır Rəbbinə. Allah Yusufu zindandan çıxarmaq istədikdə qapıları sarsıdan bir ildırım göndərmədi. Zindanın divarlarını çatlatmadı. Sadəcə gecənin sakitliyində padşahın yuxusuna bir yuxu göndərdi. Ona görə ki, Rəbbinə güvən, bir şey ol deyər, olar. O yuxu Yusuf əleyhissalamın zindandan çıxmasına səbəb oldu. Rəbbin hər şeyə qadirdir. Əleyhissallahu bikafin abdə. Allah bəndəsinə kifayət etməzmi? Nə gözəl bir ayə. Baxın, tənhalıq içində, dərd və ya narahatçılıq girdabında gecələdikdə, gecə düşəndə bu ayəni xatırla. Səni sakitlik və arxayınlıqla dolduran bu sözlər qorxunu alacaq. Əleyhissallahu bikafin abdə. Allah quluna kifayət deyilmi? Əlbəttə ki, Allah quluna kifayətdir. Bəli, dəstəyəm. وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا. Ənam surəsi. Elə bir yarpaq yoxdur ki, Allah onun düşməsini bilməsin. Allah Teala ağacdan düşən bütün yarpaqların sayını da bilir. Bəs sənin halın, göz yaşın və qəlbinin ağrısı necə olsun? Rəbbin bunları da bilir. Əslində isə qaranlıqda Rəbbinə səcdə edərkən halın necə də gözəldir. Yəni Allahın qüdrəti barəsində hər zaman gözəl zəndə ol. Əgər onun üçün qorxarsansa, onu suya at. Qəsas surəsi 7-ci ayə. Musa peyğəmbərin anasına Allah Teala ilham etmişdi. Baxın. Bütün qorxularını və qayğılarını təvəkkül dənizinə at. Yəni Allaha təvəkkül elə. Allahın sənə olan qətiyyətli təminatı qəlbinə rahatlıq kimi enə bilsin. Rahat ol. Sənin Rəbbin hər şeyə qadirdir. La ilahe illallah. Olsa gətirərəm inşallah. Evdən gələn. Bəzən Allah sevdiyi və çox arzuladığın bir şeyi səndən məhrum edə bilər Allah Teala. Amma yenə də ümidli ol. Nə demişdi Allah Teala? Biz ona süd analarını haram etdik. Yəni Musa peyğəmbər körpəykən heç bir süd analarından süd əmmirdi. Sonunda öz anasına qaytardılar. Həmçinin Allah Teala sənə bir şey verməyibsə, çünki Allah sənin üçün daha xeyirlisini istəyir. Və onun istəyi budur ki, sən onun əvəzinə başqasına yönəlməyəsən. Yalnız Allaha yönəl. Allahdan başqasına yönəlmə. Qəlbini Allahdan başqasına bağlama. Fəradədnəhu ilə ummihi key taqarra aynuhə. Biz onun anasına qaytardıq ki, gözü aydın olsun. Qəsəs surəsi. Rəbbin hər şey qadirdir. Fələulə ənəhu kənə minəl musəbbihin. Əgər o Yunus Allah zikr edənlərdən olmasaydı, balığın qanında qiyamət gününə qədər qalardı. Baxın nə deyir? Səbbihillah. Rəbbinə çoxlu təsbih elə. Yəni subhanallah, elhamdülillah. Və əksir minə dua. Dualar artır. Yətikəl fərəh və in azməl bələ. Allah təsbihdir. Dua etməyə çox yer verir. Çıxış yolu, qurtuluş sənə gələcək. İstərsə də müsibət böyük olsun. Yenə də gələcək. Rəbbin hər şeyə qadirdir. Yəni heç zaman ümidsizliyə düşmə. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Hamılıqla Allahın ipindən, yəni dininə möhkəm yapışın və ayrılığa düşməyin. Əl-İmran surəsi. Yəni deyir ki, söykəndiyin bütün dağlar, dayaqlar səndən uzaqlaşa bilər. Allahın köməyindən başqa. Rəbbinə güvən. Və denə ki, وَاُفَوِّدُ əmri ilallah.
İşimi Allah'a tapşırıram. Gafir suresi. İşlerini Allah'a tapşırmaq düşmənin hiləsindən qurtuluş səbəblərindəndir. Allah buyurur. Allah onu düşmənin qurduğu pisliklərdən qorudu. Rəbbinə güvən. La ilahe illallah. Bütün işlerini Allah'a həvalə elə. Və yəsna'ul fulka və kulləmə mərrə aleyhi mələ'ə min qavmihi səxiru min. Hud surəsi. O gəmini düzəldirdi Nuh aleyhisselam. Hər nə vaxt qövmündən bir dəstə onun yanından keçərdi, onunla istihza edərdi. Nuh peyğəmbər isə yoluna devam edərdi. Yəni insanların səni ələ salması sənin səhv yolda olduğunu göstərmir. Bəzən lağ edilən şey sonun deyil, başlanğıcdır. Sən Rəbbinə güvən. فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُوسَى قُلْنَا لَا تَخَفْ. Taha surəsi. Musa öz içində bir qorxu hiss etdi. Biz dedik, qorxma. La ilahe illallah. Sevinç nə qədər tez gəlir, əgər Rəbbindən gəlirsə, qorxunun keçib getməsi ürəyinə gələn bir ilhamdan əvvəl səbir və təsəllini gətirir. Hər dəfə Rəbbinə güvən. La yahtimənnəkum Süleyman və cunudu. Süleyman və əskərləri sizi bilmədən əzməsinlər. Nəml surəsi qarışqa demişdi. Baxın, Allah kitabında qorxuları qeyd edir. Qaranlıq gecədə gizli qorxuları. Yəni qarışqanın danışığını. O sənin nə çəkdiyini bilmirmi? Rəhman sənin nə çəkdiyini də bilir. La ilahe illallah. Və uxra ləm təqdiru aleyhə qad əhatallahu bihə. Fəth surəsi. Başqa nəticələr vardır ki, siz onları əldə edə bilməzdiniz. Amma Allah onları tam əhatə etmişdir. Yəni nə deməkdir? Allah sənə güvənə və bacarına görə deyil, hikmətinə görə verir. Yenə də hikmətdir bütün nemətlər Allahdan. O sənə öz gücünlə əldə edə bilməyəcəyin bir şeyi bağışlaya bilər. Rabbin hər şeyə qadirdir. İnnə vəcədnəhu sabiran ni'məl abd. Biz onu Əyyubu səbirli gördük. Nə gözəl bəndədir o. Allah da təriflədi Əyyub peyğəmbəri. La ilahe illallah. Və gözəl bəndi, gözəl qul adlandırdı. Sad surəsi. Yəni bəzən imtahanlar uzun çəkə bilər. Səbr et və möhkəm dayan. Qəbul olmuş bəndə ol və xoş aqibətə sevin. Sonra gələn mərhəmət və izzət daha böyük olacaq. La ilahe. Fəsərrəha Yusuf fi nəfsi. Yusuf bu sözləri ürəyində gizlətdi. Qardaşlarını açmadı. Yəni insan bəzən cavab verməmək, hər şeyi deməmək daha güclü bir mövqedir. Bütün sözlər ürəkdən çıxmalı deyil. Bəziləri yalnız sinəndə qalmalıdır. Yəni səni narahat edən şeylər ola bilər. Danışma, sus, səbirli ol. Qoy insanlar danışsınlar. Yusuf'a oğru dedilər. Qardaşları. Yəni Allahın lütfünü insana gözlənilməz anda və hansı yerdə necə gəldiyini və səbrin necə mükafatlandığını dərin və düşünməlidir. Baxın nə deyir? Yəsəluhu mən fis-səmavati vəl-ard. Rəhman surəsi 29-cu ayə. Göylərdə və yerdə olan hər kəs ondan bir şey istəyir. Kimdən? Uca Allah Taala'dan. La ilahe illallah. Yəni bütün məxluqat göyün Rəbbindən istəyir. Bəs sən niyə istəməyəsən? Niyə dua edib yalvarmayasan? Müjdə olsun, çünki o səxavət və mərhəmət sahibidir. Sən istə ondan. Subhanallah. La ilahe illallah. Fəəlqa asahu fəidə hiyə thu'banun mubin. Şuara surəsi. Musa əsanı atdı. O dərhal aydın şəkildə bir ilana çevrildi. Fələmmə rəahə təhtəzzu kəənnəhə cənnun vəllə mudbiran və ləm yuaqib. Ya Musa, la təxaf. Nəml surəsi. Onu tərpədən bir ilan kimi görüncə qorxaraq arxasını çevirdi və dönüb baxmadı. Allah buyurdu, ey Musa, qorxma. O asadan Musa qorxdu, amma Allahın əmrindən sonra o eyni əsa nicatın səbəbinə çevrildi. Nə zaman? فَأَوْحَيْنَ إِلَى مُوسَى أَنْ أَضْرِبْ بِعَصَاكَ الْبَحْرَ.
Biz Musaya vəhy etdik. Əsanla dənizə vur. O da yarıldı. La ilahe illallah. Rəbbin hər şeyə qadir. Ələ innə nasrallahi qarib. Bilin ki, Allahın köməyi yaxındır. Allah Teala buyurur. Ümidsizlik buludları qəlbini bürüdüyü zaman bil ki, sevincin sübhü tezliklə açılacaq. Bədbin olma. Allahın mərhəməti yaxındır. Yəni, dua, təvəkkül, Allah Teala'dan möcüzəvi kömək elə bir anda gələr ki, heç sənin ummadığın bir yerdən. Çünki altına buyurur, Qalə rabbuka huve aleyye heyyinun. Məryəm surəsi. Rəbbin dedi, bu mənim üçün çox asandır. Subhanallah. Əgər qəlbində ümidsizlik qığılcımı yanarsa, onu insanların Rəbbinin bu sözləri ilə söndür. Bu mənim üçün çox asandır. Hər zaman düşün. İstədiyin şey çox asandır Rəbbin üçün. Ümid çox incə və zərif bir sap kimidir. Qırılacaq kimi görünər, amma Allahın izni ilə heç vaxt qopmaz. Əgər biz səbəblərə sarılıb çalışsaq və Rəbbimizə güvənib ona bağlansaq, Allah Teala bizə çıxış yolu göstərəcək. Həyat çətinliklərlə doludur, amma heç vaxt dayanmaz. Ümid yoluna davam edər və o yol bitməz. Subhanallah. Yəni, hər şeydə nədir? Uca Allah'a güvənmək. Bizim əzəmətli Rəbbimiz var. Baxın, həyat mənə ən böyük qanunu öyrətdi. Ümidsizliklə dolu kobud bir səthin ortasında belə ümidin enerjisi ilə hərəkət etmək mümkündür. Böyük qəlblər qorxudan titrəyərkən belə Allaha olan ümidini qoruyanlardır. Onlar sıxıntı və ağrılarla dolu halları hikmət və sakitliklə qarşılayarlar. Ümid heç vaxt boşluqdan gəlmir, yoxdan yaranmır. Onun dəyəri təvəkkül, Allaha etimad və onun haqqında gözəl zənn üzərində dayanır və dua ilə bərabər güc tapar. La ilahe illallah. Yəni, ruhu ayaqda tutan, ümidsizlik anlarında ilahi inamı gücləndirən gözəl nədir? Əlbəttə, Allaha sığınmaq, Allaha təvəkkül etmək. Subhanallah. Nə gözəl bir faydalardan birisi. Rəbbimiz bizləri hər zaman eşidib faydalandığı qullarından eyləsin. Həqiqətən də. Baxın, nə deyir? فَقُلْتُ اسْتَغْفِرْ رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلُ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا. Nuh surəsi 11-ci ayə. Rəbbinizdən bağışlama diləyin. Həqiqətən o çox bağışlayandır. O zaman sizə göydən bol-bol yağış göndərər. Evladlarınızı artırar, mal mülkünüzü artırar. İstiğfar yalnız ümid doğurmaz. Həm də göyün qapılarını açar və bərəkətləri indirər. Yəni, əstəğfirullah zikri. فَمَا ظَنُّكُمْ بِرَبِّ الْعَالَمِينَ. Saffat surəsi. Bəs siz aləmən Rəbbi haqqında nə düşünürsünüz? Yəni, Allah buyurur Saffat surəsində. Bəs siz aləmən Rəbbi haqqında nə düşünürsünüz? Burada ümid var. Burada iman var bu ayədə. Burada mərhəmət var. Burada əminamanlıq var. Burada sual edənlərə şəfqət var. Burada gözəl zənn var. La ilahe illallah. O sualı saxla, o çakallarla bağlı maraqlı sualdır. Dərsdən sonra inşallah. Yəni, ruh bədəndə qaldığı müddətcə ümid, gözəl düşünmək və çalışmaqla davam edir. Həyat bir fürsətdir. Onu narahatlıq, ümidsizlik və tənbəlliklə zay etmə. İnnehu la yeyəs min rauhillah illəl qavmul kafirun. 6 buyruq Yusuf surəsində. Allahın mərhəmətindən ancaq kafir qövm ümidini kəsər. Subhanallah. La ilahe illallah. Yəni, ey mömin, Allahın ən böyük lütfu odur ki, sənə ümid verən insanlarla bir araya gəlirsən. Onların sözləri sənə həyatın ağrılarının sona yetdiyini hiss etdirir. Yəni, hər zaman ümidli insanlarla otur. Ümidsiz insanlarla oturma. Yəni, düzəlməyəcək, olmayacaq, filan şey olmayacaq. Belə insanlardan deyir, hər zaman nədir? Uzaq dur. Əksinə,
ümidli ol. La ilahe illallah. Yani güzel danış, güzel fikir ver. Ucalar ucasına güven. Subhanallah. Belki Allah bundan sonra senin için yeni bir hal yaradar. Yani bütün hallarda nikmin ol. Çünkü nikminlik ümit doğurur. Ümid ise güzel düşünmeye sebep olur. Əməl isə nə edir? İnsanı uğura gətirib çıxarır. Subhanallah. Hə, göndər salavat videosunu. Əlbəttə ki, göndər. Dinlə gör hansı yeridir. Hə, sərki söndür onu. Heç bir şey pis sayma. Ürəyin sıxılsa belə. Çünki çətinlikdən sonra genişlik gəlir. Nə gözəl bir fayda. Ümid xoşbəxtliyin qaynaqlarındandır. O ibadətdə insan səmimilik gətirir. Sadəcə Rəbbinin mərhəmət və yəni şahidlik aləminə inamın yetər. Yəni ümid bu deməkdir. Hər zaman bütün işlərində ümidli ol. Və subh izə tənəffəs. And olsun nəfəs alan sübhə deyə Quran-Kərimdə. Yəni sübh gözəl gecənin övladıdır. O dünya günəşi ilə gülümsəyir. Bizə ümid və nikminlik gözü ilə baxır. Və dinin vəziyyəti belə deyir. Rəbbinə güvən, narahat olma. Nə gözəl bir söz. Günəş batdıqda və ayın nuru çəkildikdə ümidin işığını təkbir və zikirlər olmalıdır. Yəni gecə düşəndə çoxlu zikr elə. Yəni bütün hər halda, hər zaman nədir? Rəbbinə güvənənlərdən ol deyir. Yəni bunun mənası bu deməkdir. Hər zaman Rəbbinə güvən. Bütün işlərində nədir? Rəbbinə güvən. Allah Teala bizləri hər zaman xeyir işlərdə müvəffəq eyləsin. Allah Teala dualarımızı qəbul eyləsin. Həqiqətən də yəni insan Rəbbinə güvənməlidir. Bütün işlərində, hər işində Rəbbinə güvənməlidir. Allah Teala'dan istəməlidir. Yəni ümidsiz olmalı deyil. Əksinə ümidli olmalıdır.